Barama qurdu saxlayırıq, artıq 34-cü gündür. Və getdikcə baramaların sayı çoxalır, qurdların sayı isə azalmağa başlayır. Bu da deməkdir ki, artıq prosesin sonuna yaxınlaşırıq. Bilirəm, siz də mənim kimi həyecanla gözləyirsiniz bitməyini və demək olar ki, 4-5 günə bu prosesdə bitəcək. Burada isə baramalar üçün buket hazırlayırıq. Bu buket nə üçün lazımdır deyə soruşursunuzsa, onları bu qaydada baramaların, yəni qurdların ortasında yerləşdirir və qurdlar da onların üzərinə çıxaraq barama hazırlayırlar. Və eləcə də buket halında baramalar daha gözəl görsənir. Ardınca təkcə qurdların çox olduğu yerlərə yarpaq verdik ki, onlar da doysunlar. Qurdlara yarpaq verəndən sonra əslində yarpaq toplamaq üçün getməli idi, amma yağış yağdığına görə təbii ki, gedə bilmədi. Növbəti günə ertələməli olduq. Burada da artıq növbəti gündür, yəni 35-ci gündür. Bunu da qeyd edim ki, qurdlara nəm yarpaqları vermək olmaz. Ona görə də yağış yağdıqdan sonra da yenidə yarpaqları toplamadıq, növbəti günə saxlamışdıq. Bu isə bayaq sizə göstərdiyim buketdə gördüyünüz qaydada üzərində qurdlar barama hörür. Daha sonra yarpaqların üzərində qalan qurdları götürdük. Yəni hələ ki barama hazır olmayan qurdları, onları da baramalardan kənarda qoyduq ki, daha rahat formada yemək verə bilək. Və bəzən bu formada xarab olan, tələf olan qurdlar da ola bilər əlbəttə. Bu yolculuğun artıq böyük bir hissəsini geridə qoymuşuq və maraqla gözlədiyiniz vloqların bitməsinə də sayılı günlər qalıb. Əgər digər məhəllər də sizə maraqlıdırsa, bizləri izləməyə ala bilərsiniz.